Ha, burada kalmıştık sözlerde. Dedik ki selfish, egoist manasını verir. Sinonimi de ne oldu? Ne dedim selfish sözünün sinonimine? Important. Bir de nasıl bir Jealous şey? of. Yok, important yok. Self-important. Ha, self-important. Self-important, yeah. Üzerli say. Ignorant, 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 uneducated. Uneducated. Cahil. Cahil. Təsirsiz, savadsız. Savadlı sözü bir dənə də demişdik ya, onun da qarşısına ilə il qoyuruq. Bayaqı savadlı nə idi? Educate, educated idi. Sonra literate idi, düzdür? Literate. Savadsız necə olacaq? Illiterate. Uneducated, illiterate, ignorant. Sonra rude nə deməkdir? Bu da mənfi sözdür. Rude. She's a rude woman. Kobud deməkdir. Necə rude sözünü bilmədi. Rude ən asandı idi. Deməli geriyə nə qaldı? Hamısında bir mənfini çıxsaq qalır A variantı. Polite, yəni Nəzakətli. Nezakətli. honest isə Dürüst. dürüst, vicdanlı. Sociable nədir bəs? Sosyal. Sosial, istiqamlı. Serious, Ciddi. ciddi. Caring, Qarkeş. qayğıkeş, bəli. Yaxşı, sonra sualın sardadır. 20-21'de. 21. 20-21 modal fiiller. Must'ı, should'du, could'du gördümsə orada 3 tane ipucu var. Birincisi nöqtələrdən sonra to var mı ya yox ona baxırıq. To ilə işlənən çünki yalnız 3 modal var idi. Onlar hansı idi uşaqlar? Had to, Ought ought to. to. Hı -hı. Have to, ought to, have to, has to, ought to, ought to bir də Able to. to be able to. To be able to hansı modalın sinonimdir? Can. Kəndən. Kənin keçmişi nədir? Could. Could. Deməli, nə deməkdir to be able to-dan can mənası? Bilir, bacarır. Bilmək, bacarmaq. O hansı modalın sinonimdir? Should-la. Should'la Gərək. gərək deməkdir. Have to hansı modalın sinonimdir? Must-dan olmalıydı. Malıməli. Aha, must'la sinonimdir. Malıməli. Have to'nun keçmişi necə olurdu? Had to. Ona keçmək daha doğrusu bu bunun altında. To be able to'nun gələcəyi necədir uşaqlar? Gələcək zamandan çox çaşdırır bizi. To be able to'nun gələcək zaman forması. Will Will be able be. to. Orada be'ni buraxılacaq. Will be able to. Will'in de inkarı will want be able to. Yəni orada be'nin olub olmamasına xüsusilə diqqət edək. Bitmiş zamanı necə olacaq? Perfect forması. To be able to'nun. Have been, has been able to. Aha. Yeganə modal feil hansı modal feildir ki, inkarlı sualı özü ilə yaranmır? Have to. Have to. Have to'nun inkarı necə olurdu? Do, does, did-lə. Have to. Had-sə did-lə. Hə have to'nun inkarı necə olurdu? Do, does-dır. Yox, tam necə deyilik? Don't have to. Don't. Has to'nun Sualım verin. inkarı, has to'nun inkarı Doesn't. doesn't Have. have to. Has da have çevrilir does'a göre. Have to'nun inkarı Didn't. Have to. didn't have to. Yəni ona görə testdə harda haven't, hasn't, hadn't to gördüksə bu səhvdir. Çünki inkar və sual özünə yarana bilməz. Bir də need düşür əsas. Need demişik ki, modal da həm də əsas feildir. Nə zaman modal idi? Need. Need nə zaman modal idi? Needdən İsim gələcəkdir. Desə, isim məsələsi var. modal feillər nə tələb edir? Modal feillərin hamısının qaydası eynidir. Modal feil plus feil. Bütün modallardan sonra birbaşa feil gəlməlidir. Deməli, niddən də sonra sadə feil gələrsə modaldır. Və modal kimi inkarlı sualı necə yaranır? Özü ilə. Needn't. Need olması üçün birbaşa feil gəlməlidir. Needn't olması üçün birbaşa feil gəlməlidir. Əgər needdən sonra to gəlsə, isim gəlsə, əvəzlik gəlsə, onda inkarı və sualı don't-la olur.
Don't need. Yəni do ilə olur daha doğrusu. İndi baxaq bura. Deməli, birinci ipucumuz to'lara baxırıq ki, heç bir tərəfdə nöqtələrdən sonra to yoxdur və elə bir səhv də edilməyib. Onsuz da sonra ipucularımızdan biri zaman uzlaşmasıdır. Mütləq buna diqqət edək. Burada were keçmiş zaman var deyə, deməli burada keçmiş olmalıdır. Ona görə need indiki zamanda atdıq, must indiki zamanda atdıq, have to indiki zamanda atdıq. Qaldıq B ilə Y-nin arasında və indi burada nəyə baxmalıyıq? Hə, ya tərcüməyə ya da belə bir grammar səhvi var. A little-a görə ata bilərik. A little, a little, a few, a lot of, lots of, plenty of. Some, both. Bu kəmiyyətlər inkar cümlədə işlənə bilməz. Yəni inkar xəbərdən sonra olmaz. Ona görə beyin çıxıb, didn't have to inkar daxil. Qalır Y. Tərcümə ilə də baxsaq, sportsmen had to rest a little, biraz istirahət etməli oldular. Because they were so tired that they couldn't walk. Çünki o qədər yorğun idilər ki, onlar gəzə bilmədilər. Aydındır? Başa düşdünüz Bəli. mü? Aha. Sonra 21-də də var səhviniz. Hə, var. Bax, Mən orada C in. götürdüm. Siz İn demişdiniz götürmüşlər. B. Əslində məkanların qabağında in olur. Yəni məkan deyəndə ölkə şəhər adlarından həmişə in işlədir. I live in Baku, she lives in Italy, I was in Baku. Həmişə indir. Sadəcə bir halda şəhər ölkə adının qarşısında dadə dediyim halda to olur. O da bindən sonra. Bax bindən sonra şəhər ölkə adı gəlsə fərqi yoxdur. Ümumiyyətlə hansı məkan gəlirsə gəlsin to'dur. Unutmayın. Bin plus to. I was in Baku. I am in Baku. But I have been to Baku. Ama eyni anlamda da Bakıda olmuşam deməkdir. Aydındır? Yo, mən ondan sonra o week'a baxdım. A week, a few days. Siz demişdiniz ki in a few days olar ya da for Yox da, olar. bəli, weekdir, müddətdir, bir həftə, bir neçə gün. Müddətlərin qabağında da ya in olur, ya da for olur demişəm. Sən əgər Hı. ifadə yoluna baxsaydın, məsələn, bini bilsəydin ki, bindən sonra Hı. imkan gəlsə to olur, anı seçə bilərdik. Bunlar da Hı. ikisi də müddətdir, yaxşı baxaq. Müddətlər də demişik ki, ya indi ya da fordur. Burada to var, burada since var, burada da with var. Hə, qaldın C-də. Bilsən niyə görə məsələn burada məsələn for ikisi də for demişik olur. İkisi də müddətdir, amma xəbər will gələcək zamandadırsa, onda müddət yalnız in olacaq, inlə işlənəcək. Çünki in sonra mənası Hı. bir neçə gün sonra tərk edəcək. Aydındır? Başa düşdün mənim? Bəli. Aha. Aha. Uşaqlar impossible nə deməkdir? Mümkünsüz. Qeyri-mümkün. Mortal Ölməz. ölümcüldür, immortal ölümsüzdür. Mortal ölümcül sinonimi Deadly, deadly, bir də bir də fatal olmalıydı. fatal, yes. Deadly, Fatal. fatal. Modest, modest, Təvazökar olmayan deyirsən. təvazökar, düzdür. Patient, Olmayan. patient, Patient işte Səbirli. 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 Moral, əxlaqi. Əxlaqsız. Əxlaqlı. Hə, immoral əxlaqsızdır. Aha, 23-də var sualınız. Var, hə. Aha. Bax, burada choose the correct sentence in the passive voice. Bir də var, choose which sentence can be changed into passive voice. Change desə, hansı cümlə məhdula çevrilə bilir deyil, orada tamamlıq axtarırdı. Feil, bir də feildən sonra tamamlıq olmalıdır ki, çevirə bilək. Amma sadəcə məhdulda olan düzgün cümləni seçin deyirsə, orada sadəcə quruluş axtarırıq. Əgər nəqli cümlədirsə. Yəni, baxın, 1, 2, 4, 5-ci cümlələr hamısı nəqli cümlədir. Biz orada sadəcə məhdul quruluş axtaracağıq. Məhdul quruluşda necədir? To be-nin formaları plus participle to. Məsələn, keçmişin məhdulu necə idi uşaqlar? Past simple məhdul forması. Was, were, participle to. Present simple məhdul forması. Amizar, participle to. Mizar participle to. Future gələcəyin məhdul forması. Will be, participle to. Belə. Quruluş axtarırıq. Əgər sonra nəyə diqqət edirik? İkincisi was, were, is, are olan cümlədə bin olmaz. Buna diqqət edirik. Çünki bin nədən sonra gəlirdi məhdul növdə?
Hansı quruluşda been var idi? Davam Have edicidə has. var idi. Have been, has been, had been participle. Yalnız bitmişte var. Have'den, has'den, had'dan sonra olur. Sonra diqqət edirdik cümlə min başına. Cümlə gəlir there is, there are, there was, there were ilə başlayırsa, is there, was there, were there ilə başlasa, mən deyil. Yəni belə başlaya bilməz. İndi baxaq. Bax, bir də var da quruluş. Was proved. Was ardınca da idili fiil gəlib. Bu quruluşu görürəm. Ki'de de var. Be respected. To be respected. To be'den sonra idili fiil gəlib. Gerek hörmət edilsin. Sonra ama üçü bir dənə saxlayayım hələ. 5'te deyirsiniz was da var, idi də var. Ama talented nədir? Talented. Ayda o özü talented, İstedadlı. istedadlı. Demiştim to be'si ve Hı. is olan ifadelere dikkat edin. To be excited. Yani she was excited. Hə, mən onu götürmüşəm peki. Heyecanlı olmak, to be interested, maraklanmak, to be situated, to be located, yerleşmek, to be embarrassed, to be ashamed, utanmak, xəcalət çəkmək, to be shocked, şok olmak, to be surprised, təəccüblənmək. Yəni bu ifadeləri məchul kimi götürmürük. Çünki oradakı idili ifadelər sifətdir. Aydındır? 4'te de bought fail var ama qabağında izi, was'u, to be'si yoxdur. Was bought, is bought olmalıydı. Hı. Başka ipucularımızdan biri de sual cümlesiydi. Yani hansı cümle məchuldur deyirsə, əgər o sual cümlesidirsə birbaşa sonuna baxırdıq. Əgər sonunda nə olsa məchul olmazdı. Sual cümlesi Zaman olsaydı. Sifət olanda bəli, sual cümlesi sifətlə bitsəydi və bir də ki mine, yours, his, hers, ours, theirs müstəqil yerlik əvəzliklərlə bitsəydi məchul olmazdı. Burada hardla bitib. Okey, hard sifətdir, çətindir. Amma hard həm də zərfdir. Bəzi sifət zərf necə olur? Zərfin sonluğu sifətin sonuna elvaya artırılmaqla düzəlir. Düzdür? Rapid sürətli, rapidly sürətlə. Amma hard, fast. Bax, harddır. Fast sürətli, həm də sürətlə deməkdir. Early, erkən. Bir də ki, late, gec. Bunlar həm sifət sayılır, həm də zərf. Bunlar ismin qabağında da belə olur, fiildən sonra da belə qalır. Yəni indi bax burada sifət kimi baxmırıq ona. Hard burada work-a aiddir. Work hard. Çox çalışdıqları üçün onlara are paid. Çox maaşı ödənildi. Yəni hard burada cümləyə yox, work-a aiddir. Anladınız mən nə demək istəyirəm və orada zərf kimi gedir. Nə qədər çalışmaq, çox çalışmaq. Aydındır? Məsələn, belə desəydi səhv olardı. Was the difficult, daha doğrusu was the exam, bir dəqiqə onu şey yazım. Was the exam taken by the teacher hard? Burada fikir verin. Burada səhvdir. Hard'a görə səhvdir. Çünki harddan əvvəl burada feil gəlməyib. Görürsüz? By the teacher. By'dan sonra gəlirsə şeydir, o həmən sözlər, sifətlər səhvdir. Müəllim tərəfindən verilən imtahan çətin idi. Başa düşdünüz? Sonra burada qaldı səhviniz. Uşaqlar, səhviniz var burada. Məndə yoxdur. Yaxşı, sonra onda keçək 2024-ün deyim sınağına. Mən bu Hı. Bunu istəyirdim açmağı, dinləmənim. Kompüterim müzik geciləyir. Təzə kompüter almışam əslində. O qədər işlərim var ki, aparıb onu. Bunun üçün ona boşaltmalıyam. Hələ də boşalda bilməmişim. Hə, axır ki mən açıb 11, 20-ci dinləmə idi.
Dinləməsini ötürmək istəyirdim. QR-la atım. Mən indi 2024-ün sınağını ekrana vereyim. Siz oxuyun. 2024 sınaq. Aha. 5'i de ekrandadır. Oxuyun, səsləndirəcəm. Ha, все alındı. Prosta PDF desin getdi. Səsləndireyim uşaqlar. Yo, bir iki dəqiqə də gözləyək. Ha, tamam. Uşaqlar, bax dinləmədə yenə bax özləri rahat düşüb həqiqətən o sınağa. Bax məkan adlarına diqqət edin. Kate began dancing when she was in America. Həmişə deyirəm, bax məkan adlarıdır, sifətlər dəyişir. Mesela bak Kate started dancing when she was very young. Genç olanda. Bak ne zaman başladı buna dikkat edirik. Eastern Europe. Started her career Eastern Europe mekan adına dikkat edirik. Burada da Kate started dancing in America mekan adı. Kate had lived in Hungary. Burada hem mekan adı hem de for 12 years rəqəmə dikkat edirik. Burada deyir 12 yıl. Had never been. Burada ne var? İpucumuz never var. Heç vaxt. İnkarlıq varsa çox hallarda səhv olur. Digərlərində də bax yenə burada her mother, Kate and her mother lived in America. Həm yer adı, həm ilə diqqət edək.
Bir də bağlayıcılar da önəmlidir. Before'dur, after'dır, when'dir, as soon as. O bağlayıcılara xüsusilə diqqət edin. Başladım. Mən səsi paylaşmışam. Bəli. Sahara is the world's largest and hottest desert. Yox. It covers large sections of North Africa. Several Billion years ago, before the desert appeared, İndi səsi görün, eşidirsiniz. the Sahara is the world. Eşitdiniz? Aha. Bəli, eşidirik. Amma bu başqa dinləmədi axı. Sahara nədir? Düzgün mən şair eləmişdim. Ay Allah. Bunu açdım da. Bu doğrudur da. Bakın. The Sahara is the world's largest and hottest desert. It covers large sections of North Her şey. Açır mısın? Magistraturaya hazırlaşanlar için test tablosu. Well, thank you very much for agreeing Oh, to come to the certainly. interview for our weekly magazine. Oh, it's my pleasure. Well, Başladıram. Bütün suallar düşmür amma. Bilir şeydir. Çünkü o birisindədir. Qaytarım dala. Göndərim. Sistem gec işləyir. Hə. Sen. well, thank you very much for agreeing. Eşitdiniz? Ses Hə. geldi. Все. Budur. Başlattım. Well, thank you very much for agreeing to come to this interview for our weekly magazine. Oh, it's my pleasure. Well, it's a pleasure for me as well. There are lots of questions I'd like to ask you, but first of all, can you tell me something about your early life? I think you are from Eastern Europe, aren't you? Yes, that's right. I was born in Hungary on the 21st of April, 1961, and I lived there for all of my childhood. In fact, I lived in Hungary for 22 years. What about your family, your parents? My mother and father remained in Hungary. They didn't come away with me. My father was a history professor at the university. He wasn't very famous, but my mother was quite famous. She was a pianist. Oh, She played lots of concerts in Hungary. She traveled around a lot. as your mother was a pianist, music was very important for you. Yes, I used to dance when my mother played the piano. They are old-age pensioners now. When did you really realize that you wanted to dance? Was it at school? I was very young. I did all of my school studies in Budapest, and I studied dancing in Budapest when I lived there with my family. Then I came to America, and I got married when I was very young. Here, I made my career as a popular dancer. I am fond of my job. Thank you very much for the interview. Thank you very much. It's my pleasure. Səsləndirirəm. Well, Mən thank you gözləyim də. for agreeing Şuraya to come to this gözləyirəm. interview for our weekly
2 dəqiqə, 2 dəqiqə yox, 1 dəqiqə gözləyirəm. Yaxşı baxın. Aha, verə bilərsiz. Magazine. Oh, it's my pleasure. Well, thank you very much for agreeing to come to this interview for our weekly magazine. Oh, it's my pleasure. Well, it's a pleasure for me as well. There are lots of questions I'd like to ask you, but first of all, can you tell me something about your early life? I think you are from Eastern Europe, aren't you? Yes, that's right. I was born in Hungary on the 21st of April, 1961, and I lived there for all of my childhood. In fact, I lived in Hungary for 22 years. What about your family, your parents? My mother and father remained in Hungary. They didn't come away with me. My father was a history professor at the university. He wasn't very famous, but my mother was quite famous. She was a pianist. Oh, She played lots of concerts in Hungary. She traveled around a lot. as your mother was a pianist, music was very important for you. Yes, I used to dance when my mother played the piano. They are old-age pensioners now. When did you really realize that you wanted to dance? Was it at school? I was very young. I did all of my school studies in Budapest, and I studied dancing in Budapest when I lived there with my family. Then I came to America, and I got married when I was very young. Here I made my career as a popular dancer. I am fond of my job. Thank you very much for the interview. Thank you very much. It's my pleasure. Aha, indi baxın. 1 dəqiqəyə cavablar deyəcəm. Baxaq cavablara. Deməli, Ben, gəldi hər kəs. aha, mən bitirmişəm. Deyirəm cavabları yoxlayaq. Deməli, 1 D, 2 D, 3 A, 4 A, 5 D, 6.1 A, 2 B, 3 B, 4 B,
7Y, 8S, 9B, 10, 1, 2, 5. 11.1B, 2A, 3B, 4B, 12S, 3B, 4Y, 5, 1, 3. 16S, 17Y, 18D, 19A, 20B. Aha. İndi suallarınızı verin. Mənim dinləmədə səhvim çıxmadı. Kimin sualı var versin. Dinlemede sual olan var. Eləsində mən dediyimiz şeyler səhv çıxıbdı orada. Yəni Eminlə o şeylərə diqqət edəndə hamısında məkanları səhv verib. İndi rekorda baxanlar yəqin ki eləyəndə bax. Məsələn, Kate started her career 4-cü sualda in Eastern Europe yox, Amerikada başlayıb karyerasına. Kate studied dancing in Amerika yox, in Budapest dedi. Kate had lived in Hungary, Macaristan'da 12 yox, orada 22 years dedi, 22 il yaşayıb. Bir de Y'de ne var? Never been abroad, heç vaxt xaricdə olmayıb deyir anası. Amma orada deyir my mom was a famous pianist and she traveled the world, dünyanı səyahət edirdi dedi. Yəni səhvlər olsa bir dənə buralardadır. Bir de üç tuzağı. Kate loved studying. Ümumiyyətlə atasının professor olduğunu dedi, amma Eminlə atası müəllim olduğu üçün oxumağı sevirdi. Belə bir cümlə səsləndirmir orada. Kate began dancing when she was in America now, in Budapest. Bayaq elə o birisində də o səhv idi. Dancing in Budapest. Kate and her mother lived in America for 22 years. Anası yox. Dedi ki, my parents didn't come. Anası ilə yaşamayıb Amerikada. Valideynlərim gəlmədi də, istediğin Hungary. Onlar Macaristan'da qaldı deyir. Bir de ki Kate was a popular dancer, meşhur rəqqas idi. Before yox, after getting married. Evləndikdən sonra. İndi keçək suallara. Mətin suallarında kimin sualı var? 6.1 ilə 6.2. Birinci elə hər sualın sözlərini soruşur. Volunteer nə deməkdir? Volunteer, Könüllü de gönüllü. Participation, iştirakçı. İştirakçı. iştirak. İştirak etmək fiil kimi neydi? Take part in. Hı hı. Attend. Bir de Aha, participating. Take part in, participate in. 40 min könüllünün iştiraki was an unexpected event for Kiernan. Unexpected yani gözlənilməz. gözlənilməz bir şey oldu onun üçün. Gözlənilməz idi onun üçün. Deməli 6.1 idi də bu ha. Orada 40 bindən çox demir, muazzəndir. Surprise. Mən də ona görə onu səhv götürdüm. More than 40,000 volunteers came out to clear away garbage. Yani 40 bindən çox zibilləri toplamağa gəlməsi onun üçün təəccüblü oldu da. Yəni deməli gözlənilməz oldu. Burada bir sən nə? Hə, bildim. Siz orada mora görə səhv yazmısınız. Yəni minimum 40 bin adam gəlib də, düzdür? Demir ki orada less than, demir ki up to. Yəni o bağlayıcıları səhv desəydi səhv olardı. Anladınız mı? Oraya yenə less desəydi, up to desəydi. Amma yaxud da nearly desək, hə, bir də nearly olsaydı o da doğru olardı. Yəni dediyim kimi 40 min iştirakçı exactly, hə, bir də onu deyim ki siz dediğiniz kimi ne zaman false olardı bir de karşısında o 40 binin exactly desəydi exactly 40,000 dəqiq 40 min adamın gəlməsi onda səhv olardı çünki 40 mindən çox deyil. Başa düşdünüz? Bəli. Aha, sonra 6.2. Onu da səhv yazmış. The Golden Grace took, ha, burada çaşmışsınız çünkü orada took place. Take place ne demekti? Take place, took place. Tutmaq, keçirilmək, yəni belə. Baş tutmak. Sailing race, Yarışdır. Yarış. yelkenli yarış. Erkək yarışı. Ha, yelkenli yarış. Bu Avustralya'da baş tutup. Ama orada Avustralya'da olmadığı neden anlayırıq? Bak görsən Ian Kiernan was take part in around the world sailing race in 1987. 1987-ci ildə dünya üzrə yelkenli yarışda iştirak etdi. Sonra deyir ki, returning back home to Australia, Kiernan felt he had to do something about it. Avustralya'ya vətəninə qayıdarkən Kiernan artıq anladı ki,
Bununla bağlı nəsə etməlidir. Deməli bu burada deyir ki, Avstraliya vətənə qayıdarkən deməli onda bu qayda olmayıb da. Anladın? Bəli, bəli. Aha. Sonra başqa responsible nədir uşaqlar? To be responsible for. Məsuliyyətli. Responsible məsuliyyətli, to be responsible for məsuliyyət daşımaq, cavabdeh olmaq. Sinonimləri nə ola bilər? Sinonimləri bax, to be in charge of, in charge of. Bir də bu sözü yazın, bu iki sözdə yazmışdım 100%. Bilmirəm bu lüğətdə yoxsa bu əvvəlki lüğətdə amma mütləq yadımdadır, yazmışdım. Accountable for, in charge of. Məsuliyyət daşımaq, cavabdeh olmaq. Belə. Sonra accumulate nə deməkdir? Accumulate. Bax, Toplamaq, toplanmaq, yığılmaq. Sinonimləri toplamaq deyəndə. gather, Yes, Assemble, assemble. Bir də collect, collect, yes. Provide nədir bəs? təmin etmək. Treat, Treat şeydir, müalicə yox. to treat, to behave. Behave, davranmaq, Davranmaq. davranmaq. To prevent, mühafizə etmək, no, to prevent, stop something happening. Avoid neydi? Çəkinmək. Kaçınmaq, qarşısını almaq. Bu da baş, hole nədir bəs? Hole. Hol dəlik, deşik kimi bir şey. Deşikdir. Cracksə Qırıq, çatlaq. çat. Çatlamaqdan da çatlı. Kiçik bir dəliyə, kiçik çatlağa gedin, girmək və çatlaq vasitəsilə girmək, çıxmaq. Bu başqa bir şey. Tərcümə başqa bir şey gedir. Gradual nədir bəs? Gradual. Davamlı, gradually. Tədricən. Tədricən, hə. Tədricən sayca, kəmiyyətcə, vaxt keçdikcə artmaq, yəni yığılmaq, artır, yığılır. Aydındır? Bu mətndə başqa suallar? Məndə ancaq qrammatikadadır, ona görə sual. Mətnlərin hamısı düzdür. Yəni bu əslində birinci mətn məncə indiyə qədər işlədiyimiz ən çətin mətnlərdən biridir düşünürəm. Bir də bir şey deyim. Burada launch sözü nədir uşaqlar? Launch. Launch. Ha. yox, Hadi. başlamaq, start, başlamaq, start edir sinonimi sonra. Bir daha bu sual deyim. Məncə bunu bir çox tələbələr səhv eləyir. Kiernan became concerned about the environmental problems when participating in a competition. Bayaq dedikdə competition, yarışda iştirak etdiyi zaman ətraf problemləri ilə bağlı concern nədir uşaqlar? Narahat olmaq, Narahat olur. Və burada dedi in just 2 years time. Yəni in rəqəmin qabağında nə məna verirdi? müddətində, Sonra. 2 sonra, İl içində. Aha. Deməli bax, onun yarışda iştirak etməsi harda verilib? Yəni Kiernan was taking part in the sailing race in 1987. 87-ci ildə iştirak etdi və noticed an alarming amount of garbage. Və burada yəni yığılmış zibil yığınağı gördü və gəldi bununla bağlı nəsə etməli olduğunu dedi. Yəni hiss etdi, düşündü ki, had to do something about it. Bununla bağlı nəsə etməli olduğunu düşündü. Yəni narahat olub da buna görə. Və 2 il sonra 87 edib 2 il sonra deyirsə, deməli 1989-cu ili nəzərdə tutur. 89-da nə edib? He started close to home by organizing a community event.